xanım xəstəmiz soruşub, sizin üsulla fibroadenoma yandırılaraq götürüldükdən sonra yenidən yaranırmı? 99-98% hallarda törəməni tamamilə yandıra bilirik. Oradan həmin nahiyədən bir daha törəmə təkrardan yaranmır. Buna dərman müalicəsi yoxdur. Bunu bir kənara qoyaq. Bu bir mənalı olaraq bunları dərmanla qurutmaq, kiçiltmək, yox eləmək mümkün deyil. Bunların müalicəsi ya əvvəllər cərrahi üsulla olub, ya da müasir dünyada bugünkü gündə artıq cərrahiyyəsiz, kəsiksiz, narkozsuz və ən əsası da yəni çapıq izi qalmadan, çünki bu xoşxassəli bir törəmədir. Bundan xəstə qurtulmaq istəyir, azad olmaq istəyir. Qurtulmağın bədəli, qarşılığı bir çapıq izi olmaması lazımdır deyə düşünürəm. Çapıqsız bir müalicə üsulu olaraq da ablasiya dediyimiz bu yandırma üsulları və ya dondurma üsulları, iki cür ablasiya var. Yandırma və ya dondurmanın ikisi də fibroadenomalarda tətbiq edilir bütün dünyada və bizdə də eləcə. Lakin dediyim kimi bu ablasiya üsulunda törəməni tam yandırmısansa yaranmaz. Amma bəzən bir qismi qala bilir, qalsa da təkrardan böyüyə bilər həmin nahiyədən. İllər ərzində 5 ilə, bəlkə 3 ilə, 5 ilə təkrardan böyüyə bilər oradan. Böyüksə bir daha yandırmaq mümkündür. Nəticədə məqsəd nədir? Çapıq izi olmasın, kəsik olmasın. Ona görə biopsiya iynəsindən daha incə bir iynə ilə biz oraya girib oradan o törəməni yandırdığımız üçün xəstədə bir çapıq izi qalmır. Xəstə də şikayətlərindən azad olur. Fibroadenomanın müasir müalicəsi budur.